Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub. Oxu-Aza istinadən xəbər verir ki, bununla müraciət edən sərnişinlərin sözlərinə görə, hadisə iyulun 9-da saat 16:31-də Akademik Həsən Əliyev küçəsində metronun Koroğlu stansiyası istiqamətində baş verib. Belə ki, dayanacaqda sərnişinlərdən biri səhvən stop düyməsinə basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb, nəqliyyat vasitəsindən düşüb və yolun kənarında siqaret çəkməyə başlayıb. Bundan əlavə bildirilir ki, avtobusda kondisioner sistemi olduğu halda ondan istifadə edilməyib. Sürücü kondisionerin işləmədiyini təkidlə vurğulayıb. Şahidlərin sözlərinə görə hadisə zamanı sürücü ilə sərnişinlər arasında mübahisə də yaşanıb. Daha sonra sərnişinlərin bir qismi avtobusdan düşərək arxadan gələn digər marşrut avtobusundan istifadə edib. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyatı quruma sorğu ünvanlanıb.